Məsələn, insanlar şəkil çəkirlər, video çəkirlər. İnsanlar kainata aşiqdirlər, sevirlər. Gözəlliyə aşiqdirlər. Yəni, qıraqdan, məsələn, danışmaq rahatdır, Allahı pisləmək rahatdır. Amma hər kəs Allahın yaratdığı kainata aşiqdir. Nədir bura? Siyah, qara qumlu plyaj. Maraqlıdır. Davam eləyək. Elə bir gölün üstündə gəlirsən da. Mağaradır da. Ateş böcəyi deyir. Sən görmüsən işılda böcək. İşılda böcək. Maraqlı da yanır o. İşığı yanır. İndi o nəyə yanır işığı? Yəni işılda böcəyin nəyə işığı yanır? Orada çox, əslində danışsaq abi, orada məsələn bir günlük bəlkə də danışacaq şey var. Çox uzun müddət ciddi bir proses gedirdi orada. Məsələn, fotonun özündən saatlarla danışırlar adam. Foton niyə oradan çıxır məsələn, elektron niyə orada səviyyə atlayır. Yəni danışacaq çox böyük şey var. Amma məsələn bir evrimsel paradigma deyib keçirə bilərik bu məsələni. Təbii seçmə deyib məsələn həll edə bilərik. Necə ki, onlar əslində bizə deyirlər də, məsəl üçün o boyda siz hadisələr deyirsiniz, Allah yaratdı. Boşluqların tanrısı var ha. O da orada bir ad atır. İnstinkt məsələn, instinkt nədir deyə. Yəni bunun üzərinə nə qədər düşünür ki adam, instinkt deyə keçir.